İmamının zuhurunun təcil olmasından ötürü, ağanın selamet olmasından ötürü Muhammed ve Ali Muhammed'e salavat zikredik. Allahümme salli ala Allahümme salli ala Muhammedin ve Ali Muhammed. Eûzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina ve tabibi kulubina ve şefi'i zunubina Ebil Kasimi Muhammed sallallahu aleyhi ve aleyhi ve ala ehli beytihi teyyibin tahirin ma'sumin aleyhimusselam ve la'netullahi ala a'daihim ecma'in من الآن إلى قيام يوم الدين. أما بعد قال الله تعالى في محكم كتابه الكريم بسم الله الرحمن الرحيم اعلموا أنما الحياة الدنيا لعب ولهو وزينة وتفاخر بينكم وتكاثر في الأموال والأولاد. بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. صدق الله العلي العظيم. Ya ibadallah, usikum ve nefsi bi tekvallah. Değerli müminler, evvela özümü ve siz əzizləri ilahi təqvaya dəvət edirəm. Allahın halalını halal, haramını haram bilək. Allahın əmrlərinə itaat edək. Allah bu mübarək günü hər birimizə bereketli karar versin inşallah. Bugün Kur'an-ı Kerim'den Hadid suresinin 20. ayesinin bir hissesini hutbede okudum ve çalışaram ki elə o ayə etrafında bir neçə hadis sizin nəzərinizə çatdırım. Bilirsiniz, qəribədir. Kur'an-ı Kerim'in dünya hakkında ayəlerine dikkat etsek, dünyaya bakış veya dünyanın insanlara ne kimi faydası var, kimlere faydası var ayəlerine dikkat etsek, farklı Allah izahlar ve insanların dikkatini cəlb eden ve düşündüren fikirlerle rastlaşırsan. Ama Hadid suresinin 20. ayəsi farklı bir düşünce yaradır insanın zihniyetinde, insanın zihninde. Elbette düşünmek insan için zəruri meselelerdendir. Kur'an-ı Kerim'de de Allah Teala bir söz, bir fikir veya bir mevzu danışanda görürsünüz çok ayələrin sonunda ki bəlkə düşünəsiniz, bəlkə təfəkkür edəsiniz. Yani insan gerek her bir halda okuduğu, İster Allah'ın kitabı ola, Kur'an-ı Kerim ister hadisler ola veya her hansı bir şeyi okuduğunda insan gerek onun hakkında tefekkür ede, düşüne. Yani bu ayədə de insan Hadid suresinin 20. ayəsində okuyanda insan düşünende görürsünüz ki dünyanın yani mahiyeti keçici ve sonu hiç olan bir şeydir. Özde insan ömrünü Allah 5 mərhələyə bu ayədə bölünür. Təəssüflər olsun bunlara rəğmən, Kur'an-ı Kerimdə Allah'ın dediği kəlamlara rəğmən insan daima can atır ki dünya malı toplasın, dünyada müəyyən qədər nüfuz əldə etsin veya söz sahibi olsun, ama öz rahatlığını əldən verir. Muasir insanın psikologiyası bugün, düşüncesi bundan ibarətdir ki, görürsünüz, çalışır, çarpışır, gece gündüz, vuruşur, çalışır, mübarizə aparır həyatdan, ama öz rahatlığı əldən verir, rahatlıq əldə edə bilmir. Bir sözlə kazandığı veya yaşadığı şeylerden, işlerden, ruziden ləzzət ala bilmir. Niye insan bu haldadır? Bu adamı doğrudan çok düşündürür. Hansı ki ağıllı insanlar nəyisə əldə edəndə ondan istifadə etməyə çalışırlar. Qəribədir. Xüsusən deyərdim ki Müslümanlar bu haldadır ki
çalışır, daima mübarizə aparır, özü ondan istifadə eləmir, dünyadan köçür, həmən o əldə etdiyi şey qalır. İndi onu övlad ya yaxşı şeyə sərf eləsə xoş onun halına, etmədikdə də görürsünüz onu zay edir, heç edir. O qədər insanlar tanıyırıq. O qədər söz sahibi, nə bilim pulu, sərvəti, kətdə, qəsəbədə söz sahibi olub, amma topladığı şeyləri cəmaatın onun bunun haqqını aradan aparmaqla və ya özü hətta halal yolla zəhmət çəkir, gecə-gündüz əziyyət çəkir, sonda topladığı şeyini dünyadan köçəndən sonra özü ondan rahatlıqla istifadə etmədiyi üçün övlad onun nə bilim biri qumara uduzur, biri nə bilim gedir narkomaniya aludəsi olur, biri nə bilim hər hansı bir işdə görürsünüz zay edir, onu məhv edir. Nəticə etibarilə görürsünüz dünyanın yəni o aşıqı olmaq və ya dünyaya birbaşa vurulub öz rahatlığını əldən vermək doğrudan insan üçün nəticə etibarilə düşünəndə böyük bir fəlakət kimi olur. Odur, çalışağın, yəni indi hələ mən bu ayəyə giriş eləməmişəm, amma bir izah verdim. Çalışağın əldə etdiyimiz şeylərlə, əldə olunduğumuz şeylərlə və ya elə bizim sağlamlığımız, bizim danışığımız, əlimizdə olan nemətlər fərqi yoxdur. Onlardan və ya onu əldə etmək üçün elə edək ki, o sərvət, o belə deyək, nemətdən özümüz də bir rahatlıq tapa bilərik. Görürsünüz, bir ömür insan çalışır, bir ev tikib, nə bilim, 4 mərtəbə, 3 mərtəbə. Bir ömür mən adam tanıyıram, çalışır, vuruşur, evi təmir edir. Heç təmir edəndən sonra heç 1 il və ya 5 ay yaşamır da filan kesiyor. Kimə lazımdır bu şeylər? Nə üçündür bunlar? Niyə öz vəziyyət eləyirsən? Heç bəlkə elə adamlar var, onlar öləndən sonra onların övladları o evlərdən onlara heç bir kəlmə Quran oxutdurmurlar. Yəni insan əlbəttə bunlar yaxşı şeylərdir, amma o qədər ki özün də rahat ola bilərsən, rahat istifadə edə bilərsən. Yalnız və yalnız bu şeylər yalnız və yalnız Allahı xatırlatmaqla və Allah dediklərinə əməl etməklə, yəni bu işləri görəndə, dünya üçün də çalışanda bir aramlıq sənin qəlbində olmalıdır. Elə təlatümdə olasan, bunu eləyim, onu eləyim, bu işi görüm, görsünüz. Bir müddət vəzifədə olur, oğlum üçün ev tikim, alım, qızım üçün ev alım, bunun üçün torpaq alım, nəvə üçün alım, hətta nəticə üçün alım. O qədər çalışır, o qədər vuruşur. Mən öləndən sonra mən filan kəs belə eləyəcək, uşaq bunu, bu işi görəcək, bu dükkanı, bu obyekti işlədəcək. Bu təlatümlə yaşamağın heç bir mənası yoxdur. Bunlar olar, amma ki gərək Allah unudulmasın. Gərək o dövrdə başqa şeylərdə, yəni Allah dediyi şeylərə də gərək müəyyən qədər sərf edəsən ki, sənin qəlbin aram olsun. İnanın, birdən o insanlar ki, o sərvəti və ya o dünyadan yapışırlar, onlar o Allah dediyi tərzdə yaşasalar, nemətlər də əlində olacaq. Nə qədər elə insanlar tanıyırıq. Amma Allahın vacibatlarını da icra edirlər, Allahı da xatırladırlar, mənası da olur. Hətta görürsünüz, həmən insanın övladı sabah naxələf də çıxanda deyirlər, filankəsi Allah rəhmət eləsin, yaxşı kişi idi, zəhmətkeş kişi idi, cəmiyyətə fayda verən kişi idi, insan idi, amma övlad naxələf çıxdı. Vay onda ki insana deyərlər ki, özü bədbəxtidir, özü zalimin biridir. Gördün necə onun malı zay olub, sərf olundu, getdi. Baxın, bu iki şey arasında çox böyük fərq var. Allah Teala Kur'an-ı Kerim'in Hadid suresinin 20. ayasında buyurur, İ'lemu, bilin, insanlara hitap edir. Ennemel hayatud dünya la'ibun ve lahvun. İnsanlar, müminler, Müslümanlar, ey Allah'ın bendeleri, ey Allah'ın yarattığı məxluq insanlar, bilin, dünya hayatı oyun ve eğlenceden ibarettir. La'ibun oyun ve lahvun eğlenceden ibarettir.
Baxın, Allah dünyanın iki xüsusiyyətini qeyd elədi. Adam var, görürsüz, bu əyləncəli dünyadan və ya bu oyun insanı oynadan dünyadan rahatlıqla çıxa bilir. Adam var, görürsüz, bu əyləncəni oynayır və ya bu oyunu oynayır, ömrünü tamamlayır, zayi edir. Sonra buyurur, və zinətun. Dünya bərbəzəkdən ibarətdir. Allah sayır. Sabah insan deyə bilər, ilahi və Rəbbi, dünyanın mahiyyətini dərk eləmədim. Dünya necədir, onu başa düşmədim. Allah məcazi mənada qolumuzdan tutub, bu ayəni göstərər insana ki, axı, mən o ana, ata necə körpə uşağına görürsüz bir işin səhv və ya zamanın səhv keçirdiyini başa salır, misallar gətirir, izah edir. Sənə mənə də deyəcək ki, ay mənim bəndəm. Axı, mən sənin üçün tək deyə bilərdim, dünya ləibun, yəni oyun əyləncədən ibarətdir. Oyundan ibarətdir və ya ləhvun, oyun əyləncədən ibarətdir. Bunu deyə bilərdi. Nə etibar vardı? Allah mərhələ bu ayədə 5 mərhələ sayılır. Yəni təkrar bütün mənfi hallarını Allah bizim üçün aşılayır və aşkar edir. Buna da təfsirə ehtiyacı yoxdur. Ağıllı insan, təfəkkür edən insan Qur'anı oxuyanda və ya hər hansı bir dildə bu ayə onun qarşısına çıxanda düşündükdə artıq başa düşmədim, bilmədim bəhanəsi qalır. Tutar qolumuzdan, görməmişdim bu ayəni, oxumamışdım. Danışanda bəzən görürsünüz, əsasən mən bunu dəfələrlə deyirəm, o daha çox Qur'ana müxalif çıxanlar, çünki onların maraqlarına uyğun olmayan insanlar elə adamın üzünə dururlar ki, sual verirlər, neçə dəfə Qur'anı oxumusan tərcüməni? Mən 10 dəfə oxumuşam tərcüməni. Sən 10 dəfə oxumusan, əgər dünyanın ləf, oyun, oyuncaq, bəzək, fəxr, nə bilim, şan, şöhrət olduğunu və ya dünya malı toplamağı və ya hərisliyi olmağı, bu şeylərdən Allah danışırsa, onu sən dərk etməmisənsə, istəyir nə qədər oxuyursan. Buyurur ki, və zinətün, dünya zinət bərbəzəkdən ibarətdir. O bərbəzə görürsünüz, adamı çaşbaş eləyər. Görürsünüz, bir yerə girirsən, gözəldir. Başqa bir yerə getirsə, o ondan daha gözəldir. Daha səndə maraq yaradır. Soruşursan, başqa yerdə var. Bunun kimi və ya bundan gözəl yerlərdə var. Deyirlər, var. Keçirsən başqa bir yerə, görsən, bu ondan daha gözəldir. Görürsünüz, başlayırsan axtarışa, daha gözəlini axtarmağa. Bəzən insanlar da dünyada o cür nədir? Görürsünüz, vəzifədir. Gedin bir vəzifədə oturun. Oturur, daha böyük vəzifənin axtarışında olur. O böyük vəzifəni əldə edir, daha böyük vəzifənin axtarışında olur. Bir ev istəyir. Allah bir ev əta edib ikinci evi axtarır. Bir otaq evim olsun, orada kiraya qalmayayım, oturum. Allah bir otaq nəsib edib, sonra 2 otağın sevgisində olur. Sonra nə bilim, evin sayın, otaqların sayın arzusu ilə olur. Görürsünüz, dünya bundan ibarətdir. İnsan doymur, get-gedə qabağa gedir. Hansı vəzifəlidən sorursan, o öz vəzifəsindən razı olmaz. Danışmışsınız da olur. Həkimin danışdırırsan, elə həkim var gündən, nə bilim, 1000 manat, neçə 1000 manat pul qazanır, o da narazılıq edir. Müəllimin soruşursan, o da narazılıq edir. Mollasını soruşursan, o da narazılıq edir. Nə bilim, fərqi yoxdur. Görürsünüz, hərə o əlində olduğundan qani olmaq istəmir. Narazılıq etmək, narazılıq edir. Niyə? Çünki o qədər zər, bəzək var dünyamızda, daimi gözümüz ətrafı gəzir, daha başqa şeylərin axtarışındayıq. Və təfaxurun beynəkum, bir-birinin yanında öyünməkdir. Yəni dünyada
bu onun yanında öyünür, bu onun yanında, kardeş kardeşin yanında, dost dostun yanında, ne bileyim qohum qohumunun yanında birbiriyle belə deyək, fəxr etmək, öyünmək. Və təkasurun fil envali vəl avlad. Allah Teala buyurur ki, mal, dövlət və oğul, uşaq çoxaltmaq istəyindən ibarətdir dünya. Bayaq sadaladığım kimi doymur insan. Daima axtarışdadır. Qani olmur əlində olan şeylərlə və ya nəslin çoxalması üçün daima səy edir. Amma yaxşı mənada əlbəttə nəslin çoxalması üçün insan səy etsə yaxşıdır. Əlbəttə dünya malı da yaxşı şeylər üçün toplamaq yaxşıdır. Nə olar Allah mənə ver, mən məscid tikərəm, nə bilim kəndimə yol çəkərəm və ya xeyirxah işlər görərəm, fəqirlərə əl tutaram, qoymayacağım kasıb qohumum olsun, iş yeri açaram, qohumlarımı yığaram. Yox, o düşüncə ilə öz maraqların üçün dünya, yəni Allah Teala deyir, bundan ibarətdir. Sonra buyurur kəməthəli, misalı necə izah edir dünyanın sonun və misalın? Kəməthəli qeysin əcəbəl kuffara nəbaduhu. Bu elə bir yağışa bənzəyir ki, yəni dünya, elə bir yağışa bənzəyir ki, ondan, yağışdan, yəni əmələ gələn bitki əkinçiləri heyran edər. Necə görürsünüz, bir əkinçi buğda əkir, bir şey əkəcək, yağış yağacaq, sonra gül əkəcək, yağışdan sonra cücərəcək, bağban ondan ləzzət alacaq, məhsulunun ləzzətini alacaq. Allah Teala deyir ki, dünya da insanlar üçün ondan ibarət. Hələ bununla kifayətlənmir. Elə burayacan adam biraz deyirsən ki, yaxşıdır. Sümmə yəhicu fətərahu musfarra. Sonra quruyur və sən onun saraldığını, elə ki quruyur, yəni o ot, o ələf, gül, keçən il parıldayan gül, görürsünüz qış ayı olanda solur, tamam yer ilə yeksan olur. Və ya saman, görürsünüz biri əkin əkir, buğda əkir, yam yaşıl, qəşəng məhsul verir. Elə ki onu biçib əkirsən, sonra saman olub nə olur? Saralır, thumma yakunu hutama. Deyir ki, həmən şey dönərək, yəni saman olur, puç olur, peyin olur, gedir Allah Teala. Baxın, yəni dünya bundan ibarətdir. Baxın, insan ömrü də buna bənzəyir. Təfsirdə Allah ömür versin ağa, Məkarim Şirazi ağa, təfsir-i nümunədə bu ayəni bu cür izah edir ki, diqqət eləsək, Allah Teala ayədə insan həyatını əhatə edən 5 mərhələyə işarə etmişdir. Baxın, qəflət, əyləncə, dəbdəbə, öyünmək, var dövlət və övlad çoxaltması. Baxın, birinci mərhələ ki, Allah Teala buyurur ki, ləibun, dünya oyundur. Bu mərhələ dünyadan xəbərsiz uşaqlıq çağları, uşaq olanda insan oyun, belə deyək, oynur, vaxtı keçirdir. Nə bilim, 6-5 yaşına qədər, 7 yaşına qədər, 10 yaşına qədər uşaqdan nə hesab eləyərsən, nə sorğu sual edir, o öz aləmindədir. O bir oyuncaq, bir oynayan yer tapan kimi onunla məşğul olacaq. İkinci mərhələ yeniyetmə dövrüdür ki, onu əhatə edir ki, insan yeniyetmə dövründə, cavan vaxtlarında, yeniyetmə vaxtında daha çox əylənməyə sərf edir ömrünü. Görürsünüz, məktəbli uşaqda daha çox əylənmək istəyir, böyük uşaqda görürsünüz, daha çox çalışır, valideyni məcbur edir, məni apar, gedim əylənim. Üçüncü mərhələ cavanlıq dövrüdür ki, əhatə edir cavanlıq dövrüdür. Bu yaşda da bərbəzək və təfaxurun beynəkum, burada deyilir ki, və bəzinətun, ayədə deyilir ki, bərbəzək, cavan çağı insan özünə daha çox diqqət edir, daha çox bəzək verir. Dördüncü mərhələ məqam, vəzifə, şöhrətpərəstlik. Görürsünüz, ayədə deyilir ki, fəxr bir-birinin arasında, bir-biriləri ilə fəxr etmək. Həmən dövrdür. Beşinci mərhələdə isə insanda hərislik tuğyan edir.
var dövlət toplamaq və övlad saylarını çoxaltmağın düşünür, maraqlı olur. Mən üzr istəyirəm yaşlılardan. Bizdən daha çox o həyatı yaşayan o kişilərdir. Görürsünüz, insan yaşlana, mən elə özümü deyirəm. Görürsünüz, həyata baxışı, dünyaya baxışı 10 il bundan qabaq fərqli idi. Yaşayışa, qazanca, nə bilim, qazandığın pula fərqli dürünə sərf edirdin. Amma insan yaşa dolduqca daha çox dünya malına marağı olur. Daha çox insanda belə kobud da olsa, mən indi hamıya bunu aid eləmirəm, amma əksər hallarda bu vəziyyətdə olur. İnsan yaşlı olanda daha çox xəsis olur insan. Odur, sonda Allah Teala buyurur ki, bu hal heç olub gedir, puç olur gedir. İndi 80-90 yaşlıdan soruş, uşaq oldun, oyun oynadın, əyləncəli keçirtdin vaxtını, yetkinlik yaşına gəldin, cavan oldun, bərbəzək, nə bilim, geyimivə fikir verirdin, ətirlənirdin, hərəkət edirdin, nə bilim, cəmiyyətin içində daha şux çıxmaq istəyirdin. Və ya bir yaşa gəldin, doldun ki, daha çox var dövlət uşaqlarını düşündün, nə bilim, nəvələrini düşündün, indiki gücdən düşmüsən, nə mənası var bu dünyanın sənin üçün? Deyər, heç nə, o qədər ömrü puç elədim, getdi. Kim üçün? Övlad üçün, bəzən övlad da naxələf çıxdı. Qohum üçün, indi əldən düşmüşəm, heç qohum da salamımı almır. Hansı ki, ömrümü ona sərf eləmişəm, belə deyənlər var. Kim üçün sərf elədim? Ailə üçün, uşaq mənim sözümü eşitmir. Və başlayıb bu formada özünü qınamaq. Amma mənim əzizlərim, bir insan əgər dünyanı, bu mərhələləri Allahı xatırlatmaqla keçirtsə, qəlb aram olacaq. Əla bi zikrillahi tətməinnul qulub. Allah Teala nə deyir? Agah olun. Qəlblər Allahı yad etməklə xatırlanar. İndi uşaqlıq çağını keçək, insan yetkinlik yaşına, müəyyən yaşa qədər, ta qocalığa qədər o ömrü Allahla bir yerdə keçirdibsə, o heç vaxt heç nədən və heç kimdən narazı olmaz. Hər şeyə hazır olar. Qohum ona xəyanət eləyəndə də, övlad ona xəyanət etdikdə də, hətta xanım ona xəyanət etdikdə də, nə bilim, dostlar ona xəyanət etdikdə də o adi baxacaq. Niyə? Çünki o dünyada yaşayanda öz rahatlığını əldən verməmişdi, özü üçün də yaşamışdı. Biz demirik dünya pisdir. Qoy çox olsun sənin var dövlətin. Amma özün üçün də yaşa insan. Yəni özün üçün yaşa, özünlə bərabər, yəni Allah üçün də yaşa. Elə yaşa, özün üçün yaşamaq, övlad üçün yaşamaq deyil, Allah dediyi tərzdə yaşamaqdır. Əgər sən o var dövlətdən, o cavanlıq çağlarından, orta yaş çağlarından, dünyadan yaxşı mənada ləzzət ala bilmisənsə, nə bilim, ibadətdən ləzzət ala bilmisənsə, o ömrünü zay etməmisənsə, əlbəttə, səndən soruşanda da, deyərsən, belə də yaşımı keçmişəm də, amma cavanlıqda Allaha şükür edirəm ki, dünyada yaxşı nə varsa ondan istifadə eləmişəm. Allahımı da unutmamışam. Allah hər şeyi mənə verib, güc də verib, gözəllik də verib, sərvət də verib, hər şey də verib. Mən Allahı unutmadan, Allah onları da mənə bəxş edib. Bax, hədəf budur insan üçün. İnsan yaşamağının, xüsusən mənim cavan qardaşlarım, o elə yaş çağlarınızdır ki, bundan sonra nə qazansız və ya bu dövrdə nə qazansız, o qocalıq vaxtına gəldikdə peşimançılıq keçirtməyəsiz deyə elə dünyadan istifadə edin ki, qiyamət qocalanda peşiman olmayasınız. Qardaşdan, dostdan, qohumdan, qonşudan, nə bilim kimdən, bəzən elə olur valideynini qınıyır. Valideyndən, o birisindən, digərindən şikayətçi olmayasınız. İnanın, mən diqqət edirəm, o insanlar ki, bugün əldən gücdən düşüblər, qonşudan, dostdan, qohumdan, o adamlar üçün iş görüblər, ondan şikayətçidirlər. Onların 90%-i Allahı öz gördüyü işlərinə qatmadıqları üçün
və özü belə deyək, o aramlıqların əldən verdikləri üçün narazıdırlar. Əgər onlar o işləri görəndə dosta, qohuma, qardaşa kömək etdikdə, yəni Allah rizası və Allahı xatırlatmaqla o işi görsəydilər və görsələr, heç vaxt narahat olmazlar. Deyərlər, eləmişəm, mənim mükafatımı Allah verər. Həzrət Peyğəmbər buyurur, kim bütün dərd qəmini, bütün dünya üzərində cəmləsə, yəni hər şeyini dünya üzərində cəmləsə, Allah onun işlərini çətinliyə salacaq. Daima o dediyim kimi. Çünki əvvəldə hər şey dünyanın üzərində qurub cəmləyib. Yaxşı, pis, nə varsa onun üzərində cəmləyib. Amma Allaha dini biz danışmışıq. Yəni insanı insan edən nədir? Din. Dini bəzən insan öz həyatında tətbiq edə bilmir. Əgər edə bilir, biz demirik bütövlükdə dini öz həyatımızda tətbiq etmişik. Amma müəyyən qədər insan gərək bir sıra qatqılar eləsin. Baxın, adı bir ağ rəngə və hər hansı bir rəngə, digər bir rəngdən az da olsa qatqı eləyəndə görürsünüz ki, orada fərqi görəcəksən. Yəni, öz yaşayışımızda birdən Allahın, yəni dinin müəyyən qatqıların qatmış olsaq, and ola Allaha onun faydasını mütləq şəkildə görəcəyik. Həzrət buyurur, nə qədər insan öz həyatını dünya üzərində cəmləsə də, dünyada yalnız ona yazılan qədəri əldə edəcək, sonda ona qalan o olacaq. Allah nə veribsə, yəni ondan onu istifadə edə bilir. Adam var, dünya sərvəti var, amma bir xəstəliyi ona düçar edir, o şeylərdən istifadə edib özünü xilas edə bilmir. Görürsünüz, nə qədər verib ona? Yaşasın, yeşsin. İndi biraz səndən, məndən fərqli, yaxşı yaşayır öz yerində. Amma nə toplayıb onu sərf edib özünü xilas edə bilir. Bəzən adam var, elə bir şeyə düşür ki, hətta qazancının bütün var dövlətin hamısını toplayıb və digər yerlərdən də kömək istəyir o vəziyyətdən çıxmaq üçün. Görürsünüz, yəni insan bütövlükdə dünya üzərində köklənməməlidir Peyğəmbərin sözü ilə desək. Əmirul Müminin Həzrəti Əli əleyhissalam buyurur ki, qəlblər də bədənlər kimi yorulur. Elə bilirsiniz, bəzən görürsən canın ağramır, nə başın, ayağın, əlin, heç bir yerin ağramır. Amma elə narahatsan, qəlbin narahatdır, sıxıntıdasan. Amma onu tərk eləmirik. Əmirul Müminin dedi ki, o qəlbdir elə narahat olan. Necə bədən yorulur, qəlb də bəzən yorulur. Onlar üçün hikmət axtarın. Bunun üçün də Qur'ana müraciət eləmək lazımdır, Qur'an oxumaq lazımdır, zikr etmək lazımdır, dualar etmək lazımdır. O ayədə dedik ki, əla bi zikrillahi tətməinnul qulub. Qəlblər Allah Teala deyir ki, Allah'ı yad etməklə aram olar. O aramlığı gərək zikirlə, Allah'ı yad etməklə aram edəsən. Sonuncu hədisdə də deyirəm, Əmirul Müminin buyurur ki, dünyanın ardıyca qaçan və ona aldanan insan susuz halda dəniz suyunu içən kimidir. Nə qədər içsə də susuzluğu artıracaq. Şor suyu insan nə qədər içsə də daima istəyər içsin. Doyacaq susuzluqdan, biraz da susuz olacaq. Sonunda da tələf olub gedəcək. Dünya da bundan ibarətdir. Nə qədər toplasan da doymayacaq insan. Ondan qanı olmayacaq insan. Oturub bahalı maşınla, hansı ki kasıbın bütün sərvət var, dövlətin, evin, eşiyin, hər şeyin satsan, onun oturduğu maşını eləmir. Amma yenə də o maşında narahat. Aramlıq yoxdur. Oturub bahalı evdə qulluqçuları, xidmətçiləri yanında yenə də narahatdır. Amma bir fəqir görürsünüz, balaca bir yerdə oturub, o ondan daha rahat və aramdır. Nəyin əlamətidir? Dünyanın dalıca qaçıb dünya aşığı olmağın əlamətidir. Allah yan verə öz izzət-i cəlalına. Allah Teala bizlərə dünyadan qədərimiz qədər istifadə etməyi bizlərə nəsib eləsin inşallah. Allah yan verə öz izzət-i cəlalına. Allah Teala bizləri islah olunmuşlardan qərar versin inşallah. Bismillahirrahmanirrahim.
Kul huvallahu ehad, Allahus samad, lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ehad. Sadakallahul aliyyul azim.